Biz uzun aradan sonra yenidən adab-ı salat, yəni namazın adabı bəhslərinə davam edirik. Biz keçən bəhslərdə də namazda olan diqqətimizi artırmağa, namazın qəbul olmasının şərtlərindən bəhs elədik. Bugün də namazda Allahın əzəmətin və qəlb-i xuşusun istəyirəm müzakirə edək. Namaz mənası budur ki, ilahi baş üstə. Namazın əsas mənası budur. Yəni Allah deyib namaz qıl, sən deyirsən ki, gözlərim üstə, başım üstə, mən namaz qılacam. İnsan gərək üzünü torpağa qoya və bu sözləri deyə ki, kül olub torpağa qarışsam əgər, ot tutub alov tək alışsam əgər, peşman halətdə soruşsam əgər, mənim qüsurumu gizlədərsənmi? Ya baxıb kənardan izləyərsənmi? Günah etdiyimi indi bilmişəm, peşman sürətdə sənə gəlmişəm. Daha nə varım var, nə də dövlətim, qapına qayıtmaq oldu qismətim. Hər halda insan gərək Allahın yanından gələ və Allahla qəlbi rabitədə ola. Bunu daha çox əsgərlikdə olanlar daha bunu yaxşı bilir. Əsgərlikdə olanlar müəyyən orada qayda qanunlar var. Misal üçün, komandirin qarşısında hərbi salam verməlisən, nizam-intizam qorunmalıdır. O azad deməyənə qədər azad, özü rahat buraxa bilmərsən. Ta o azad deyə ondan sonra otura bilərsən, azad buraxa bilərsən özü. Yaxşı, bunların nəyə gərəkdir? Niyə görə bu ciddi nizam, bu intizam var? Misal üçün, bəzi insanlar var ki, hətta komandiri onun qohumu da olsa, dostu da olsa, yenə də bu nizam-intizam qorulmalıdır. Niyə bu qədər buna ciddi nəzarət var? Misal üçün, hansısa bir iş sahəsində, misal üçün, marketdə işçi müdürünə qarşı belə bir hərbi salam vermir, belə bir ciddi nəzarət yoxdur. Amma hərbidə bu qədər komandir gözlərdə böyüdülür və ciddi nəzarət var. Bunun səbəbi nədir? Deyirlər ki, bunun səbəbi odur ki, istəyirlər ki, komandiri əsgərlərin gözündə böyütsünlər. Əgər komandiri əzəmətli eləməsələr, misal üçün müharibədir, komandir əsgərlərə deyir ki, müharibəyə gedin və burada ölmə şansınız da var, şəhid ola bilərsiniz, amma əmr edir. Və hərbidə belə bir qanun var, əmr sorğulanmır, əmr itaət icra olunur. Və hər bir insan da komandirin sözünə əməl etməlidir. Əgər komandir əvvəldən bu müqəddimə qurulmasaydı, komandiri əsgərlərin gözündə əzəmətli, böyük göstərməsəydilər, heç bir komandir əmr versə, heç kim əsgər onun sözünə əməl etməzdi. Ona görə komandiri əzəmətli tuturlar ki, əsgər komandirin sözündən çıxmasın. Baxın, biz də Allahı belə əzəmətli tutmalıyıq. Biz namazın ilk kəlməsində nə deyirik? Deyirik ki, Allahu Əkbər. Niyə görə biz namazın əvvəlində Allahur-Rahman və Yahur-Rahim demirik? Niyə görə demirik Allah bağışlayan Allahın adıyla, mehriban Allahın adıyla? İlk kəlməmiz budur. Allahu Əkbər, əzəmətli, böyük Allahın adıyla. Və yaxud da biz Allahın qarşısında ruku, səcdə edirik. Niyə bu nizam-intizam var? Hələ Allah bağışlayan, mehribansa, Allahla eşyana bir söhbət edeyim də, niyə görə bu namazda bu qədər intizam yaradıb ki, sübh namazına durmalısan, dəstəmaz almalısan, Allahın üzrünə durmalısan, Allahu Əkbər, sən böyüksən deyib və ruku, səcdə eləməlisən o əzəmətin qarşısında. Niyə görə beləsinə Allah bunu eləyib? Bunun hikməti nədir? Niyə görə biz Kumeyl duasında Allahın daha çox rəhmət, mehribanlığından danışırıq, amma biz namazda daha çox Allahın əzəmətin böyüdürük, Allahın böyüklüyün qabardırıq. Bunun hikməti nədir? Bunun hikməti budur ki, əgər biz Allahın əzəmət və böyüklüyünü qabardmasaq, biz Allaha qarşı səhlənkar olarıq. Allahın qarşısına vaxtı-vaxtına getmərik. Məsələn, bəzi adamlar gəlir, deyir ki, mən deyir, günah eləyirəm, nə eləyim? Alimlər olaraq deyirlər ki, Allahın əzəmətin gözünə qala. Xatırla ki, Allah var və Allahın qarşısına duracaqsan. Deyir, xatırlayam, amma o qədər təsir olmur.
Bunu bilirsiniz niyə görə təsir olunur? Ona görə təsir olunur ki, bu adam Allahı gözündə çox böyütməyib. Allahın əzəmətini hiss eləyə bilmir. Ona görə də o əzəmətin müqabilində günah eləmək üçün rahatdır. Yaxşı, elə sevgidən danışaq, sevgi də bunun qarşısını alsın da. Hələ biz Allaha məhəbbətdən, sevgidən danışaq və bu sevgi, məhəbbət onun günah eləməyin qarşısını alsın da. Niyə görə biz bu daha çox əzəmətə, böyüklüyə qabardırıq? Bu mənası nədir? Bu mənası budur ki, insan daha çox sevgi, məhəbbət hiss edəndə onda süstlük yaranır. Birinci gərək Allahın əzəməti dərk olunur. Ondan sonra Allahın sevgi və məhəbbəti dərk olunur. Baxın, Ramazan ayının duasında var, deyir, Ya Aliyyu, Ya Azim, Ya Gafuru, Ya Rahim. Niyə görə birinci deyir, Ya Aliyyu, Ya Azim? Niyə görə birinci ucalıq və əzəməti xatırlanır? Ondan sonra nə gəlir? Ya Gafuru, Ya Rahim. Ey çox bağışlayan, çox mehriban Allah. Birinci gərək Allahın böyük və əzəməti insan dərk edə, ondan sonra gərək Allahın mehriban və mülayim sifətlərini insan özündə, qəlbində hazır edə. Əgər o hiss olunmasa, Allahın əzəməti hiss olunmasa, sevgi də olmayacaq. Baxın, tarixdə bəzi şəxslərə diqqət edin. Bax, İmam Əliyin insanlar daha çox tanıyır və daha çox məhəbbəti var. Amma İmam Nəqiy o qədər xatırlanmır. O da imamdır, bu da imamdır. Böyük məqama sahibdir ikisi də. Çoxları bunun tarixini bilir, onun tarixini bilmir. Niyə görə? Bu daha çox sevilir, amma İmam Nəqiy o qədər də insanlar arasında sevgi yoxdur. Heç bəzilərimiz, bəzi şiələr heç onun adını bilmir. Niyə? Çünki İmam Əlinin daha çox şücaəti, o əzəməti, o heybəti daha çox dillər əzbəridir deyə ona daha çox həm sevgi var, həm məhəbbət var. Həzrət Əbülfəz haqqında nə qədər sözlər danışılır. Çoxlarımız o tanıyırıq. Amma İmam Səccad haqqında o qədər heç adını bilmirik. Səbəb, çünki Həzrət Əbülfəz ağanın heybət, əzəmət, böyüklüyün hiss eləmişik. Sonra da məhəbbət yaranır. Amma İmam Səccadın heybət və əzəməti o qədər insanlara çatdırılmır deyə onun sevgi və heybəti kölgədə qalır. Hətta məşhur, bəlkə də eşitmişsiniz bunu, bir yaşlı adam gəlir, yaşlı qadın gəlir bir ruhaniyə deyir ki, Əbülfəz ağa imamdır. O deyir ki, xeyr, Əbülfəz ağa imam deyil, böyük məqama sahibdir, böyük qəhrəmandır, tarixdə iz buraxıb. O da deyir ki, bəs çıxardın, Nəqidən, Təqidən birini çıxardın, Əbülfəzi salın orada. Niyə görə bunu deyir? Ona görə deyir ki, Nəqi və İmam Təqi o qədər bunların gözündə böyüməyib. Amma Əbülfəz ağa çox böyüyüb. O heybət və əzəməti hiss olunduğuna görə. Bizlər də belə Allahın gərək əzəmət, o heybətin birinci öz qəlbimizdə hiss edək, ondan sonra o eşq, o məhəbbət yaranacaq. O heybət, o əzəmət yaranmazsa, heç vaxt eşq, məhəbbət yaranmayacaq. O cəlal, camal da sifətləri bu da. Allahın birinci əzəmət, böyüyün, rububiyyətini hiss edəyəsən, ondan sonra ona məhəbbət, eşq yaşayasan, eşqini biləsən. İnsan qəlbində Allahı böyütsə, o əzəmət, o böyüklüyün hiss edəndən sonra qəlbdə bir yol açılır, bir qapı açılır. Ona deyirlər huzur qəlb. Huzur qəlb nədir? Huzur qəlb odur ki, hətta hədisədə ona çox toxunur ha. Huzur qəlb odur ki, qəlbin huzurda olması. Yəni insan ibadət eləyir və fikri, zikri Allahda cəmləşib. Buna deyirlər huzur qəlb. Hətta o haldadır ki, insan ibadət etməsə də, gəzəndə, istirahət edəndə, oturanda, işləyəndə də huzur qəlbdir. Yəni fikri, zikri Allahlandır. Cəmləşib ora. Buna deyirlər huzur qəlb. Bu hədislərdə, Quranda buna toxunduğu qədər heç başqa bir şeyə toxunulmayıb. Çox təkid olunub huzur qəlbə. Huzur qəlbin birincisi budur ki, insan gərək Allahın əzəməti qəlbində yarada, ondan sonra huzur qəlb başlayır o qapı açılmağa. Biz istəyirik ki, bizə ibadətin, bizə o zikirlərin bizə təsiri olsun. Mütləq şəkildə huzur qəlbi insanda yaranmalıdır. Huzur qəlbi yaratmaq üçün də, baxın, bu çox gözəl bir yerə toxunacaq, diqqət eləmənizi istəyirəm. Bəzilərimiz Allahı bilir, bəzilərimiz Allahla yaşayır, Allahla olur, Allahı hiss edir. Allahı bilməklə Allahı hiss etmək arasında fərq var, Həsən. Bunların fərqi bilirsiniz nədir? Fərqi budur ki,
Misal üçün bir od düşünün, zehninizdə od məfhumunu yaradın ki, od var zehninizdə və sən üşüyürsən. O üşüyəndə zehnində yaratdığın o od səni qızdırır? Təbii ki, qızdırmayacaq. Və yaxud da dəhşətli şəkildə acmısan, yemək istəyirsən də, sən zehnində gözəl, ləziz yeməklər düşünürsən, məfhum olaraq yaradırsan. O düşüncələrin sənin qarnını doyuracaq? Təbii ki, doyurmayacaq. Gərək xarici alanda qədər yemək yeyəsən və yaxud da o da ola ki, qızınasan. Adətən bizim də Allah haqqında anlayışımız belədir. Biz Allahı məfhum olaraq bilirik, amma Allahla deyilik. Allahı hiss edə bilmirik. Baxın, 20 ildir namaz qılırıq, namazın bizə o qədər faydası yoxdur. Amma Allah buyurur ki, namaz insanı pisliklərdən çəkindirir. Niyə görə namaz məni dəyişmədi? Niyə görə oruc məni dəyişmədi? Niyə görə bu din məni təkamülə aparmadı? Demək, mənim bu din haqqında, bu Allah haqqında yalnız anlayışım var. Biliyə sahibəm. Amma qəlbən Allahla rabitə yaratmamışam. Allahla bağ qurmamışam deyə. Ona görə də mənim həyatım dəyişilmir. Bu dini təlimlər mənə, belə deyək, həyatımı dəyişdirmir. O məşhur bir əhvalat var, bir bərbər insanların saçını kəsir. Kəsdiyi qayçı kütləşir. Bərbərə deyirlər ki, bu qayçıyı dəyiş də, artıq bu kütləşib. Həm özü əziyyət verirsən, sıxırsan əli, həm də insanların saçına əziyyət verirsən də. Bərbər deyir ki, yox, o qayçıyı dəyişənə qədər gedərəm özümə çörək qəşəng yemək alaram, yeyərəm. Həm qüvvətim artar, yaxşı da sıxaram. Əslində bərbərə demək istəyirlər ki, yəni taktikanı dəyiş, qayçını dəyiş. Dəyişməklə həyatın rahatlaşacaq. Həm rahat sıxmayasan, müştəriyə əziyyət verməyəcəksən. Amma bərbər onu dəyişmək istəmir. Bəzən bizlər də eləsinəyik. Biz Allah haqqında məfhumu zehnimizdə yaratmışıq, həyatımızda tətbiq edə bilmirik, Allahla rabitə saxlaya bilmirik deyə. Biz özümüzü əziyyətə bir növ salırıq. Bir növ bizim namazımız bizə əziyyət verir. Bir növ bizim orucumuz bizə əziyyət verir. Niyə görə bəzi insanlar bir müddətdən sonra namaz qılır, amma sonra namazı atır? Çünki sistemi düz qurmayıb, yanaşması fərqli deyil. İnsan yanaşmasını dəyişəndə, rabitəsini dəyişəndə istər-istəməz namaz ona həzz verir, ibadətdən həzz alır, sübh namaza durmaq ona ləzzətli gəlir. Amma zehində olan Allah ölü Allahdır. Amma həqiqi mənada diri olan Allah qəlblə rabitə yaradan Allahdır. O görə İmam Sadiq deyir, qəlb Allahın hərəmidir. Demir, ağıl Allahın hərəmidir. Niyə? Çünki insan ağlında çox şey düşünə bilər. Ağılda çox yerə yer var, amma qəlb elə deyil. Qəlbdə bir deyə yer var. Ona görə də İmam Sadiq deyir ki, qəlb Allahın hərəmidir. Ora yalnız Allah olsun. Allahdan qeyrilərinə ora yol açmayın. Biz uzun illərdir Allahdan, nüvvətdən, imamətdən, maatdan həm danışırıq, həm də müəyyən qədər bunlara əməl edirik. Amma həyatımızda o qədər dəyişikliklər yoxdur. Çünki təlimlərimiz düzgün deyil. Çünki baxış açımız düzgün deyil. Neçə illərdir bizə bu söhbətlər gedirlər, amma hələ də həyatımız dəyişilməyib. Bayaq dedimi, namaz insanı günahlardan çəkindirir. Amma namaz qılıram, yenə günah edirəm. Demək, nəsə yolunda deyil də, artıq dəyişmək vaxtıdır. Gəlirik, otururuq, biz dualarda iştirak edirik, ağlayırıq, Allahdan bağışlanma deyirik. Amma buradan çıxan kimi yenə də həyatımız eyni həyatdır. Yenə də günahın içində batırıq, yenə günah edirik. Niyə təsirlənmir? Çünki baxış bucağımız düzgün deyil. Biz buranla baxırıq. Amma ariflər buranla baxır. Biz buradan bura keçməliyik. Nə vaxta qədər ki, buradayıq, dini təlimlər bizə nicat verməyəcək. Nə vaxt ki, buradan bura keçiləcək, onda dini təlimlər bizə nicat verəcək. Və nə qədər ki, ömür bizə verilib, bunun sərmayəsini gərək bilək. Çünki ömürdən ömür gedir. Quranda Zumar surəsində var, əfsus Allah barəsində etdiyim səhvənkarlığa görə. Bu qiyamət günü bəzi bəndələrin dediyi sözlərdir. Və biz də bu sözləri qiyamət günü dilimizə gətirməməmiz üçün diqqətli olmalıyıq. Həyatımızı dəyişməliyik. Bugün möhlət günüdür, fürsətdir. Adam insan düşünəndə ki, peyğəmbərlər, imamlar, Allah övliyaları, Allah dostları bu qədər əziyyət çəkdilər bu
şeyləri, bu dini təlimləri bizə gəlib çatdırmaqları üçün. İndi bizlər onlara əməl edəməyəndə onların əziyyətini yerə vururuq ya yox. Bu qədər qətillər, bu qədər səs-küy, bu qədər ölüm, bu qədər zülm, bu qədər haqsızlıq nə üçün idi? Onun üçün ki, bizlər bu həqiqətləri eşidək və əməl edək. Həyatımız dəyişilsin. Əgər bizlər həyatımızı dəyişməsə, əgər o təlimlər bizim həyatımızda yer olmasa, bu qədər həngamənin boş olduğunu çıxır ortalığa. Bizim üçün, öz həyatımız üçün. O qədər əziyyəti yerə vururuq. İnsan gərək düşünə və əməl edə. Allaha and verirəm, bizi eşitdiklərimizə əməl edənlərdən qərar versin, bizim imanımızı günü-gündən artırsın, Allah bizim saylarımızı artırsın, Allah bizə o şövq, o eşq versin ki, hər yerdə bu din İslamı yaya bilək, Allah bizə güc-qüvvət versin, əzəmət versin, İslamın bayrağını hər yerdə uca eləsin.